Rusiyada nəhəng körpə dünyaya gəlib. Bugün TV xəbər verir ki, bu barədə Eximbayar Respublika Perinatal Mərkəzinin Vkontakte səhifəsində məlumat yayılıb. Qeyd edilib ki, Ulan-Ude Perinatal Mərkəzində reallaşan doğuş əməliyyatından sonra təxminən 7 kiloqram çəkidə qız uşağı dünyaya gəlib. Çəkisi 6 kilo 700 qram, boyu 66 sm olan qız oktyabrın 11-də dünyaya gəlib. O, körpələr arasında əsl pəhləvandır, mərkəzin paylaşımında yazılıb. O da qeyd edilib ki, yüksək peşəkar komandanın koordinasiyalı işi sayəsində doğuş prosesi problemsiz keçib. Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibəti ilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar. Hüsniyyə Salmanova, Bugün TV.